Gözlər necə çəkilir? 2 dəqiqəyə sən rəssam olacaqsan. Bunun üçün qabiliyyət lazım deyil, sadəcə qələm və poza. Axıra qədər izlə, alındı səndə. Birinci sadə qələmlə mən istifadə etdiyim 5B-dir. Bu istiqamətdə xətt çəkirsən. Yəni əsəbi baxışı tutmaq üçün biraz xətti əyirsən. O biri hissədə də eyni. Gözlərin arasında biraz məsafə qalmalıdır. Ondan sonra gördüyün bu iki xətti qeyd edirik. Xəttin baş hissəsindən yox, bax təxmini bu formada. Göz kanalı biraz dairəvi olur. O iki xətt isə biri göz qapağıdır, bir də kiprik xəttidir. Onların yerlərini qeyd edirsən və bundan sonra keçə bilərik ikinci gözə. İkinci gözdə də demək olar eyni qaydadadır. Yenə həmin sol tərəfdəki iki xətti qeyd edirsən və göz kanalın burada biraz qalın olduğu üçün 2 dənə xəttini göstərə bilərsən. O da biraz dairəvi formadadır. Göz torbasının xəttini də elə belə yumuşaq qələmlə qeyd edə bilərsən və ya sadəcə qələmə möhkəm basma. İndi bu dairəni çəkirsən, o dairəni qətiyyən çox böyük formada işləmə, çünki altdan baxır deyə gözün bu hissələri biraz yuxarıda yerləşir və tam dairə deyil, kəsilmiş bir formada dairədir. Mən istifadə etdiyim qələm 8B nömrəli qələmdir. Sadəcə qələmə möhkəm də basa bilərsən, qara qələmlə də istifadə edə bilərsən və ya mənim kimi 8B-dən. İşığın yerlərində balaca kvadrat kimi qeyd eləmişəm hər iki gözlə və başlayıram tündləşdirməyə. Gördüyünüz kimi bəzi hissələrdə tünd qaradır, bəzi hissələrdə isə biraz açıqdır. Açıq olan hissədə siz qələmə möhkəm basmırsınız, qara olan hissələri əməlicə qələmə basıb qaraldırsınız. Kiprik hissə ilə qaş hissəsi biraz tündür. Amma digər hissələri biraz zəif kölgə ilə qeyd eləmişəm. Gözün ətrafı, gözün qıraqları biraz kölgədədir. Baxın buradakı kimi. Və qara hissələri də tündləşdirib, aşağıda da fikir versəz, orada biraz kölgə var. Onu da elə belə qeyd eləyirəm. Və bunları barmağımla və ya salfetka ilə yaya bilərsiniz. Keçirəm o biri gözə. O biri gözdə də eyni qaydada işləyirsiniz. Sadəcə mən burada işığı az saxladım. Amma o problem deyil. Əgər sizdə də bu səhv varsa, mən qabaqda göstərəcəm o səhvi necə düzəltmək olar. Amma əvvəlcədən çalışın ki, işığın yeri, gözün yeri eyni olsun. O biri gözlə simmetrik olsun. 2 dənə fərqli göz alınma ehtimalı var. Amma onun üçün sadəcə diqqətlə baxmağınız bəs eləyir. Onda hər iki göz eyni simmetrik formada alınacaqdır. Eyni bu qaydada tünd hissələri möhkəm basıram, kölgələri isə zəif basıb barmağımla yayıram. Mən bu şəkildə işığı az elədiyim üçün Keep Smiling'in elektron pozanından istifadə edirəm. Siz adi pozandan da istifadə edə bilərsiniz, amma bu formada da bu şəkildə mənim kimi silə bilərsiniz. Rəsm sifarişləri qəbul edirəm və bundan əlavə rəsm dərsləri keçirəm onlayn formatda. Rəsm çəkmək mənimlə çox asandır və dərslərə yazılmaq istəyirsənsə